Bir dənə balaca qab götür. 5 diş qabıqlı sarımsağı doğra, at içinə. Üstünə 2 xörək qaşığı kəkli yotu at. 2 dənə darçın çumuğu atıb 700 ml qaynar su əlavə elə, qoy qaza 20 dəqiqə qaynasın. Sonra süz, qoy soğusun. Günorta yeməkdən yarım saat əvvəl bir dolu stəkan 200 ml qəbul elə. Börəkləri təmizləyəcək, sidik yolları gül kimi eləyəcək. Bağırsaqları boşaldacaq, həzm problemləri aradan qaldıracaq, metabolizmı sürətləndirəcək, qaraciyərdə olan toksin maddələri atacaq, qaraciyərin fəaliyyətini yaxşılaşdıracaq, ürək, qan damar problemlərini aradan qaldırmağa kömək edəcək, infarkt riskini aşağı salacaq, mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdıracaq, gərginliyi, stresi, əsəbi həyatımızdan uzaqlaşdıracaq. Təzyiq olan insanlar ehtiyatlı olsun, çünki kəkli yotunun təzyiq salma funksiyası var. Videonu hər kəslə paylaşın, hər kəs bu videodan məlumatlansın. Ən əsası profilin üzərindəki üstəgələ işarəsinə toxunaraq məni takip edin ki, sağlamlığınızın qeydinə qalan.